İqbal Məmmədovun deputat seçilməyəndən sonra xətrinə nətər dəyiblərsə, bu relaksın da başını buraxıb. Relaks indi kənd çayxanası kimi işləyir. Nəysə, sözüm onda yox. Bu gün səhər relaksdan belə deyək də başımızı götürdük, qaçdıq. Mən və bir neçə oradakı olan o müştərilər. Onlardan biri ilə bugün Masallıda rastlaşmışıq. O bilsiz nə yadıma düşdü. 90'ların əvvəlində bu qaçqınlıq, məcburi köçkünlük həyatı ki var idi. Aylar sonra, günlər sonra hansısa bir həm kəndini görürdüm, belə qəribə bir təəssürat keçirirdim. Deyirəm, qardaş, sən niyə gəlmirsən? Deyir, mən də çay istəyirdim, nə bilim, duz gətirdilər, duz istəyirdim, peçok gətirdilər filan. Ən dəhşətlisi də nədir? Deməli, məsələn, qalırsan otaqda, bir də görürsən, qəfil gəlib deyir ki, bura rezervasiya olunub, xəbərin də yoxdur. Ətraflı inşallah digər videolarda məlumat verəcəm, amma yəni mövsüm indi başlayıb, həqiqətən də heç kimə tövsiyə eləmirəm. Düzdür, mən bir gün dözə bildim, indi biraz səbirliyəm, amma inanmıram siz dözəsiz. Yəqin ki, böyük problemlərlə rastlaşacaqsınız. Yəni, söhbət lerikdəki relaksdan gedir. Buradan da lerik əhlinə, qonaqpərvərliklərinə görə sadə vətəndaşların hər birinə təşəkkürümü bildirirəm. Digər videolarda inşallah ətraflı danışarım. Deməli, yolda mənə zəng ediblər ki, rəhbərlik sizə bir günlük yer hədiyyə edir. Bax, buradan səslənirəm sizə. Nömrəniz var, belə də deyə bilərəm. O mənə nəzərdə tutmuşdu hədiyyə narazı salandan sonra. Həmin o hədiyyəni bir ehtiyacı olan və belə deyək də pulu çatmayan, nə bilim 2 gün qalmaq istəyib, 1 gün qalmağa pulu olan bir vətəndaşımıza hədiyyə eləyərsiniz. Amma digər videolarda inşallah görüşək. Mən də sizin bu qonaqpərvər jestinizi cavabsız qoymuram. Mən də bu videonu sizə hədiyyə eləyirəm.